Salam, hörmətli izləyicim. İnsanlara sual yaranıb ki, taksi sürücüsü necə olur ki, ayağını qolbaq olduğu halda işləyib? Və ya insanlar düşünür ki, kiminsə ayağını qolbaq varsa işləyə bilməz. Mən də hüquqşünaslar seyircilərə qərara gəldim ki, bu barədə bir video hazır edib məlumat verin ki, qolbaq ayağa taxıldığı zaman hansı halda işləmək olar, kimlər işləyə bilər, kimlər işləyə bilməz və ya eyni zamanda sürücü vəsiqəsinə hansı halda məhdudiyyət qoyulur. Əvvəlcədən sizdən xahiş edirəm ki, videonu bəyənin, hamı bilsin və onu da qeyd edin ki, fərdi qaydada məsləhət almaq istəyənlər üçün telefon nömrəm videonun izahı yenə YouTube kanalında qeyd olunub, eyni zamanda YouTube kanalının şərh bölməsində var. Bəyənin, keçək mövzuya. Əvvəlcədən onu qeyd edin ki, əsasən qolbaq o şəxslərin ayağına taxılır ki, borcu olsun. İstər kredit, istər vergi, istər əmniyyət borcu olsun. Və digər qanun verici pozduğu halda, yəni ayağına qolbaq taxılır. Əsasən kiməsə belə deyək, müəyyən qədər azadlıqdan məhrum olma cəzası veribsə, müəyyən hissəsini çəkibsə, sonra müəyyən hissəsini də belə deyək, evdə çəkmək şərti ilə ayağına qolbaq taxılır. Və onu qeyd edin ki, qolbaq əsasən 3 şərtlərlə taxılır. Birinci şərt ondan ibarət olur ki, məsələn, yazılır ki, məhkəmə qərarında vətəndaş saat 21-dən, axşam saat 21-dən səhər saat 8-ə qədər evdən bayıra çıxa bilməz. Və ya yazılır ki, vətəndaş evindən 20 kilometrdən artıq alaşa bilməz. Yəni 20 kilometr məsafə qoyur. Bu 30 da ola bilər, baxır hakimə. Ümumiyyətlə götürək 20 kilometr məsafəsi. Və ya hər ikisi də eyni zamanda qeyd olunur. Həm axşam 9-da evdə olmalıdır, həm də ki 20 kilometrdən artıq gedə bilməz. Bu o deməkdir ki, vətəndaş işləyə bilməz. İşləyə bilər. Amma o şərtlərə əməl etməklə. Eyni zamanda qeyd edin ki, sürücü vəsiqəsinə o halda məhdudiyyət qoyulur ki, məhkəmə qərarı olsun. Ondan sonra işləyə bilməz. Eyni zamanda işlə bağlı onu qeyd edin ki, məhkəmə qərarı əsasında vəzifəli şəxslərə vəzifə tutmağa icazə vermək. Məsələn, müdirlər olsun, mühasiblər olsun, həkimlər olsun ki, yazılır ki, 3 il müddətində həmin vəzifədə işləyə bilməz və ya 5 il müddətində. Baxın hakimin qərarına. Adətən bu dəyərduzluq edən şəxslərə aiddir. Adətən həkimlərə aiddir ki, yəni cəzasını çəkdikdən sonra hesablanır ki, məsələn 3 il müddətində işləyə bilməz. Amma normal şəxs işləməlidir. Məsələn, bu əmniyyət borcu da ola bilər, digər borclar da ola bilər. İşləyib qaytarmalıdır. Nəzərə alın. Və ya xüsusilə onu qeyd edin ki, əsasən evində mən öz təcrübə əsasən deyəm, məni izləyən böyük mən əlvi olan şəxsəm, eyni zamanda əv təşkilatının rəhbəriyəm, hüquqşünas olmaqdan əlavə. Yəni ki, evində xəstə adam varsa, əlvi olan şəxsi varsa, öz təcrübəmə əsasən deyəm. O şəxs mütləq işləməlidir. Nəzərə alın. Yəni qanun verici buna qərar qoymur. Əsas məsələlərdən biridir. İşləyə bilər. Amma məsələ başqadır. Həmin şəxsin dediyinə görə ayağında sudur qoldu. Sağlamlığında problem olan şəxs taksi sürücüsü işləyə bilməz və ya başqa işlər, hansı ki təhlükəli işlərdir, orada işləyə bilməz. Nəzərə alın. Əsas məsələlərdən biri budur. Onu qeyd edin ki, bir hüquqşünas kimi, bir vətəndaş kimi, qanunvericidə boşluq sürücü vəsiqəsinin verilməsindədir. Yəni ki, ona görə ki, insan 10 il müddətinə sürücü vəsiqəsi aldığı halda hansı bir şirkətdə işləmirsə, belə deyək, hansı bir dövlət qurumunda işləmirsə, yoxlanılmır. İstənilən şəxs gedir icarəyə bir maşın götürür, başlayır taksi sürücüsü işləməyə. Bu da yəni problem yaradır. Problem bundadır. Nəzərə alın. Buna nəzarət olmalıdır. Mən düşünürəm ki, taksilərin qədər qanun qəbul olunur. O qanun mən demişdim, indi deyəm, mənasızdır. Əgər hansı sahədə bir problem varsa, orada avadanlıqlar yox.
işçiləri dəyişir və işçilərlə bağlı qaydalar dəyişir və nəzərə almaq lazımdır. Bu taksi ilə bağlı qəbul olunan qaydalarda belə işçilərlə bağlı qaydalar qəbul olunmadı. Müəyyən şərtlərə çıxmaq şərti ilə maşınlarla bağlı qaydalar qəbul olunur ki, rəngi qırmızı olsun, ağ olsun, ürün neçənci il olsun. Amma insanlarla bağlı qayda qəbul etmək lazımdır ki, mütləq qaydada müayinədən keçsinlər və digər işləri görsünlər. O yoxdur. Ona görə də mənasız bir şeydir. Köhnə taksilərin nətər idi? Taksi motorun var idi. İnsan yəni gündə gedib taksini oradan götürəndə həm maşını yox idi, həm insanları yox idi. Amma indi bunların heç biri yoxdur. Nəzərə almaq lazımdır. Ona görə bir qayda qəbul olmalıdır ki, bir məntəqə olmalıdır ki, insan gedib gündə özünü yoxlasın və dövlət yol polisidə həmin sənədi alıb almaq barədə yəni yoxlanış aparsın gündəlik. Vacib bir məsələdən biridir. Onu etməlidir. Onu etməsə xeyri yoxdur. Heç olmazsa ən azından insan 10 ildən sonra gedib sürücü vəsiqəsinin hasan xidmətləri dəyişdiyi zaman təzədən müayinə olmalıdır. Ən azından. İmtahandan danışmıram. Nəzərə alın. İmtahan başqa bir mövzudur. Məsəl üçün, Amerika ştatlarında belə bir qayda var. Sürücü vəsiqəsi aldığı halda həmin şəxs 6 ay başqa şəxsin maşına minə bilməz. Yalnız ailə üzvə o haqda da sənədlər üstündə olmalıdır. Yəni bu mənim bacımdır, qardaşımdır, atandır, oğlundur, qızındır. O sənədlər üzərində olmalıdır. 6 aydan sonra digər şəxslər mindirə bilər, dostların, tanışların və müştəri. 6 aya məhdudiyyət qoyur. Nəzərə almaq lazımdır. Hətta xaricdə imtahan verdiğiniz zaman bütün küçələri tanımalısınız ki, bir yol bağlı olduğu zaman digər yoldan, hansı yoldan müştərini apara bilərsiniz. Bizdə şey yoxdur. Getdin sürücü vəsiqəsi aldın, icarəyə maşın götürdüm, başlayacaq işləməyə. Yeganə şərt oldu ki, maşın təzə olmalıdır. Nəyə lazımdır o qayda? Qaydalar dəyişməlidir, mütləq. Dəyişməsə xeyri yoxdur. Nəzərə alın. Belə bir qəzaya qaçılmazdır. Sonunda biz sizdən bir daha xahiş edirəm ki, videonu bəyənin, YouTube kanalına abunə olun. Bir daha qeyd edin ki, mənim hüququm məsələ damasının telefon numaram videonun izahı yerində qeyd olunub YouTube kanalında, eyni zamanda short bölməsində istənilən videonun üzərində var. Bir də sizdən xahiş edirəm ki, mən 50 şəxs olduğuma görə 140 tanımışam və qılan kitabı yazmışam. Həmin 50 şəxs olduğuma görə, həmin 50 təşkilatın rəhbəri olduğuna görə, həmin hüquqşünas olduğuma görə öz təcrübələrimi bölüşmüşəm tanınmış şəxslər haqqında. Həmin kitabı 20 manata satam. Almaq istəyən buyurub müraciət etsin. Həmin telefon nömrələrinə, hansı ki videonun izahı yerində qeyd olunub. YouTube kanalı short bölməsində də və tam videonun üzərində də belə deyək. Buyurun, abunə olun, dəstək. Eyni zamanda iyanə edə bilirsiniz. Kart nömrədə qeyd olunub. Diqqətinizə görə sağ olun. Sağ olun.